Əgər sənə desəydilər ki, 30 il əvvəl baş verən bir qətl bugün sevdiyin insanı öldürəcək, sən nə edərdin? Birdən-birə küçənin ortasında biri tərəfindən yaralandığını düşün və səni təcili xəstəxanaya gətirirlər. Amma bundan sonra heç nə əvvəlki kimi olmayacaq. Həkimlər səni xilas etməyə çalışır. Amma qəribə bir şey baş verir. Yuxularında tamam başqa bir adamın ruhu ilə bağ qurursan. Bu adam heç tanımadığın biri olsa da, onun həyatını yaşamağa başlayırsan. Yuxular o qədər gerçək görünür ki, sən artıq gerçəklə yanlışı qarışdırır hala gəlirsən. Onun hissləri, qərarları artıq sənin öz qərarın olur. Hər keçən gün sənə aid olmayan birinin həyatının içində daha çox batırsan. Amma bu həyat bir şəkildə sənin öz həyatından daha da yaxın olur. Dostlar, bu dəfə sizlərlə $6.000 büdcə ilə çəkilməsinə baxmayaraq, gişədə düz $8.312.000 pul toplayan bu filmi bölüşəcəm. Düzdür, filmin məntiq xətaları falan olmasına baxmayaraq, filmin vizuallığı və qurğusu insanı əsl bir film keyfi yaşadır. Əlbəttə, bu da həmin möhtəşəm Koreya filmlərindən biridir. Demək, Cihan adlı bu dostumuz əslində bir polis detektivi idi və bu məsələdən sonra qəribə yuxular görürdü. O yuxularında 30 il əvvəl yaşamış birinin həyatı ilə bağ qururdu. Günlərin bir günü elə yuxularında gördüyü həmin qızı video lentində görür və başlayır həmin qızı izləməyə. Qızı qaranlıq ara küçələrdə izlədiyinə görə qız da bunun qarşısına çıxıb deyir ki, nədir, nə istəyirsən, sapıq falansan sən? Bu da qayıdır ki, ay xanım, siz nə danışırsınız, mən sizi yuxularımda görürəm falan filan da. Qız da baxır ki, bu həqiqətən sapıqdır. Səsini atır başına. Neysə, bunu tutub gətirirlər bölməyə. Oradakılar da qayıdır ki, bu nə hal, bu nə güzarandır, nə olubsə? Qıza da qayıdırlar ki, o həqiqətən bir polis detektividir. Oğlan nə qədər qıza onun adını desə də, filan məktəbdə oxuduğunu bildiyini desə də, qız ona inanmayır və deyir ki, çox yuxulara inanmasın. Səhərsi gün qız marağa məktəbin müəllimindən soruşur ki, belə məktəb olub-olmadığını öyrənmək istəyirəm. Müəllim də buna qayıdıb deyir ki, əslində o məktəb bizim köhnə məktəbin adıdır, məktəb yanandan sonra adını dəyişmişik. Bundan sonra qız gəlib arxivdə kopya ona bənzəyən bir qızın 30 il əvvəl yaşadığını görüb şoka düşür. Bu oğlan 30 il keçmişi görə bildiyi kimi, digər adam da yuxularında onun gözündən 30 il sonrasını görürdü. O da bir müəllim işləyirdi. Hətta tələbələrə gələcəkdəki telefonların ağıllı olduqlarını, hətta onunla şəkil çəkdirib televizor kimi filmi izləyə bildiklərini deyəndə hər kəs onu ələ salırdı. Nəysə, uzun sözün qısası, o da gələcəyə görə bildiyinə görə sevdiyi qızın öləcəyini öyrənir və bunu dayandırmağa çalışır. O qızın öldürüldüyü yerə qaçaraq bunu dayandırmağa çalışır. Amma gəlib görür ki, iş işdən çoxdan keçib. Yəni qız çoxdan öldürülüb. Elə çox çəkmir ki, polislər həmin qatili gəlib tuturlar və bundan sonra cinayətkar başlayır andaman eləməyə ki, o qızı mən öldürməmişəm. Orada başqa biri var idi. Hoppala, bəs bu qızı kim öldürüb? Beləliklə keçmişdəki adamımızla bu gələcəkdəki adamımız başlayır əlbir olub həmin cinayətkarı axtarmağa. Məlum olur ki, qızı öldürən adam seriyalı bir cinayətkardır və fərqli aralıqlarla düz 4 cinayət işləyib. İlki də həmin bu qız olub. Ayrıca həmin adam üzünü gizlətmək üçün əl-əqqaz taxır. Üstəlik onda qeyd edim ki, keçmişdə məktəbdə böyük bir yanğın çıxmışdı və xeyli tələbə həyatını itirmişdi. Gələcəyə görən bu adam da məktəbin nə vaxt kim tərəfindən yandırıldığını öyrənib gəlir həmin cinayətkarı dayandırsın. Elə bil ki, dayandırmağı bacarır, hətta oradakıları belə xilas edə bilir. Amma cinayətkarı əlindən qaçırır. Ondan geriyə isə bir dənə maskası qalmışdı. Dostlar, ayrıca bu səhnə mənim çox xoşuma gəlmişdi və hər saniyəsini qaçırmadan izlədim. Ayrıca bu səhnə mənim fikrimcə simvolik bir məna kəsb edirdi. Artıq məktəb yanmaqdan xilas edildiyinə görə hər şey əvvəlki halına qayıdırdı. Keçmişlə gələcək isə bir kadrajda göstərilməyə çalışılmışdı. Bunun mənası isə keçmişdə etdiyimiz kiçik bir şeyin belə gələcəkdə nə qədər dəyişə biləcəyini göstərməsi idi. Demək, bu məsələdən sonra gələcəkdəki Lələş də həmin qızla münasibət qurub və vaxt tapdıqca görüşürdülər. Elə bu günlərin birində qızın başına bir qəribə hadisə gəlir. Oğlan da qızı gözləyir, amma qız gəlib çıxmayır. Bundan sonra məlum olur ki, tay demə qız qaçırılıbmış. Oğlan da qızın yerini öyrənib gedir onu xilas etməyə. Qaçıransa həmin əvvəlki seriyalı qatilə bənzəyir. Elə bu tərəfdə də qız manyakı vurub uydurub başlayır meşəyə tərəf qaçmağa. Burada nəsə manyakın qəribə hərəkətlər etdiyini hiss etmişdim. Dedim qoy görüm sonda nə olur. Ofşum, oğlan qızı xilas etmək istəyərkən qıraqdan başqa bir maşın çıxıb gəlib qızı vurub öldürür. Filmin bu yerində əsəbdən əlim ayağım asırdı da konkret. Yəni bu qız da keçmişdəki qızın taleyini yaşayırdı.
Desəz ki, aha, qatil gəldi vurdu, qızı öldürdü. Yox. O sadəcə ötmə əməliyyatını yerinə yetirmək istəyən sıradan vətəndaş idi. Qızı da yəni bilmədən öldürmüşdü. Sizə demişdim axı bu cinayətkara bənzəmir. Bunda bir qəribəlik var. Tay demə bu adam keçmişdə qızın ölümündən günahkar görülən adamın oğluymuş. O müəllimi ilə birlikdə həmin cinayətkarı tutmağa and içmişdi. Və buna görə polis belə olmuşdu. Əlavə olaraq onu da deyim ki, bizim bu müəllim gələcəkdə gördüyü hər şeyi səs lentinə yazıb bu adama vermişdi. Amma onun etdikləri isə bu gün həmin qızın ölümünə səbəb olmuşdu. Bunları görərək keçmişdəki bu adam yuxudan oyanıb qaça-qaça gəlir məktəbə. Yəni həmin o cinayətkar başqa bir tələbə qızı öldürəcəkdi və gələcəkdəki adamın gözlərindən bunu görmüşdü. Artıq bu onun son şansı idi. Ya bu cinayətkarı tutacaqdı, ya da ki onun etdikləri hamısı yanına qalacaqdı. Gəlir girir içəri, beləcə onunla cinayətkar arasında amansızca döyüş başlayır. Dalaşa-dalaşa da bunun maskasını dartıb çıxardır. Tay demə cinayətkar da məktəbdə işləyən kimya müəllimi imiş. Mən bilmirəm də bu ssenaristlər nəyə istəyir bu kimya müəllimlərindən. Nəysə oğlan bunu görür, beyni çönür. Götürür kislatanı tökür bu qatilin üstünə. Bu da diri-diri yanır deyə özünü çölə atır. Ayrıca bura kiçik bir not atım ki, bu bayaqki müstəntiqin səs yazılarını verdiyi həmin uşaqdır. Aha, bu cinayətkar axırı yıxıldı, öldü deyə fikirləşirdim ki, qıraqdan çıxıb bizim müəllimi bıçaqlayır. Yenə bunlar dalaşa-dalaşa gəlib çıxırlar evin damına. Güclü bir döyüşdən sonra gələcəkdə məktəbə ildırım düşəcəyini bilən bizim dostumuz həmin oğraşın əlini bağlayır dəmir turbaya. Onu da ildırım vurub öldürür. O da sonda gəlib burada uzanıb həyata gözlərini yumur. Bəs nə oldu? Bunlar ikisi də öldü ki, deyirdim ki, bir dənə görsəm yaxşıdır. Gələcəkdəki bu adamın həyatı bir gecədə dəyişib. Yəni işə gəlib görür ki, bunu heç kim tanımayır. Tay demə gələcək dəyişdiyinə görə bu qız da ölməyib və oğlan da onun yanında müəllim işləyir. Qısacası film elə də pis bitməyir. Yəni keçmişdəki o qızla oğlan ölsələr də yenidən başqa cisimlərdə dünyaya gəlmişdilər. Onlar da həmin bu oğlanla bu qız idi. Yəni Fələ yenə öz sözünü demişdi və onları yenə bir araya gətirmişdi. Belə dostlar, film danışılandan çox daha gözəl və simvolik detallarla doludur. Dostlar, qısa konkret belə deyim, indi güvənərək verdiyimiz bəzi qərarlar belə bəlkə gələcəkdə böyük problemlərə yol açacaq. Və ya tam əksi, inanmadan, bilmədən atdığımız bir addım bəlkə böyük bir uğur qazandıracaq bizlərə. Kim bilir? Bu filmi dəfələrlə izləyim, yenə də bezmərəm. Yəni filmi o qədər bəyəndim. Ayrıca bir müddət buralarda olmayacağam. Dedim bu da son videomuz olsun. Sizləri bir-bir öpüb bağrıma basıram. Həqiqətən bu kanalı var edən sizin dəstəyinizdir. Aşağıda şərhlərdə də qeyd edin ki, mən də əziyyətimə dəyib dəymədiyini bilim. Onsuz da analitikam püskündədir. Ən azı bəyənib və paylaşaraq az da olsa köməklik göstərmiş olursunuz. Sağ olun və sevgi ilə qalın.